Övladlarım sasika kalbasaya düşkün olduqları üçün bir neçə araşdırmalardan sonra gəldim, dayandım Hicaz kalbasa və sasikaların üzərində. Bu səbəbdən onların halallığına tam etibar etməyim üçün hal-hazırda Hicazın istehsal fabrikindəyəm. Gəlin birlikdə gəzək. Gəlmişəm qarışımı tam gözlərimlə görməyə. Burada gördüyünüz kalbasadır. Kalbasanın tərkibi mal əti və ədviyyatlardan ibarətdir. Burada da tam hazırlandıqdan sonra belə paketlənir. Burada isə sasiskalardır. Hər biri paketlənir. Paketləndikdən sonra belə səliqəli şəkildə çıxıb bu aparatın üzərinə düzülür. Gördüyünüz bu kalbasaların hər biri çiğdir, bişməyib. Bunların bişmə prosesi sizlərə göstərdiyim sobada həyata keçir. Bişirildikdən sonra artıq tamamlanır. Gördüyünüz kimi bu hissəsi isə vakuum qablaşdırılmadır. Kalbasalar və buradan belə gedir. Artıq tamamlandı. Kalbasalarda hər biri burada yerləşdirilir.